Həmçində biz Vətən müharibəsi qəhrəmanlarımızın güşəsini yüksək səviyyədə burada xalqlar buna kimə Ceyhun müəllimində deyəsən, hə? Ceyhun bu istəyirəm sizə, çox gözəl. Və bu günlərin içində İdarə Heyətinin qərarı ilə Ceyhun müəllimi Milli Qəhrəmanlar Təşkilatının Təbliğat Şöbəsinə rəhbər təyin elədi. Ceyhun bəy, təbrik edirik sizə. İnşallah gəldiyimiz vaxtda burada yeni bir uğurlar görəcəyik. Ofisiniz gözəldir, həmişə bax belə olur, qəhrəmanlarınızı tanıdın. Çünki qəhrəmanları biz gələcək nəsilləri tanımalıyıq. Gələcək nəsillər bu qəhrəmanların qəhrəmanlığı ilə böyüməlidir. Çünki qəhrəmanların unudan xalqın gələcəyə düşmən kölgəsində yaşamaqla bitəbilər. Hər biri canını bizim üçün qoyub, bu torpaq üçün qoyub. Bu torpaqda müstəqil yaşamağımız üçün qoyublar. Və yenə də bir daha təşəkkür edirəm. Sağ olun, başqa sizə təşəkkür edirəm. Sən də təbrik edirəm. Qardaş, təbrik edirəm. İşində uğurlar arzulayıram və yenə deyirəm ki, Hərbə xanımın təşrifi ilə bu məsələ videosərini tapdı ki, bəs Ceyhun müəllimə Təbliğat Şöbəsinə rəhbər təyin edir. İnşallah təbliğatımız uğurlu olar. Sağ olun, var olun. Şad olduq, siz həmişə siz gəlin. Biz də əlimizdən gələnləri hər zaman şəhidlərimizin ruhları qarşısında əlimizdən gələn işləri görməyə hazırlıq, var olun. Ofisimiz də biraz soyuqdu, ona görə əlimizi dəyişmək ki, inşallah gələn dəvə bırakır riski olar. Allah'ın izniyle. Yaxşı. Bana mən təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür edirəm. Əlbəttə ki, diqqətinizə görə çox sağ olun. Mən də öz ürək sözlərimi bizə kəlmə ilə bitirə bilərəm ki, bu milli qəhrəmanlar haqqında biz nə qədər əlimizdən gələni əsirgəməməliyik. Onlar bizim, nəinki bizim, bütöv Azərbaycan xalqının milli kimliyidirlər. Ona görə hər zaman onlar bizim diqqətimizdədir. Şəhidlər də həmçinin. Şəhidlər bizim başımızın tacıdır. Görən gözümüzdür. Onlar daimi yaşardır. Həmişə bizim yanımızdadır. Eləcə də onların evlatları. Mən bu yaşımda hər zaman çalışıram ki, onların evlatlarına, ən belə körpəsinə, nə bilim, böyüyünə, hamısına mən onlara çalışıram, indən belə əlimdən gələn nə lazımsa eləyim. Mən burada birazdan fərqli diplomlara baxıram, Fəxrəddin müəllim. Görürəm ki, burada fərqli diplomlar arasında bir çox diplomlar var, amma hamısı Ceyhun bəyin adına olan diplomlardır. Sizin adınıza bir diplom yazılmıyor. Mən hələ... Nəvin müəllimə, Fəxrəddin müəllimin fərqli diplomlara təklif edirsiniz. Göndərirsiniz, mətni mənə göndərirsiniz, mən tanış olandan sonra Fəxrəddin müəllimə onu təqdim edirsiniz. Yaxşı mı? İnşallah. Mən baxam, bu işlərdən işləyirsiniz bu işlərində. Bir daha təşəkkür edirik. Belə olmaq lazımdır, belə olmaq, qəhrəmanlarımızı tanıdılar. Təşəkkür edirik.